Salam əziz şagirdlər, əziz balalar. Başlayaq bərabərsizliklərin xassələrinə. Demək, doğru bərabərsizliyin hər iki tərəfinə eyni bir müsbət ədədə vursaq və ya bölsək doğru bərabərsizlik alınır. Məsələn, yazıram birinci. A böyükdür B olduqda bizə deyir ki, A vur C böyükdür B vur C-dən. Bir də A böl C böyükdür B böl C-dən. Məsələn, 2 dənə ədəd yazıram. 20 böyükdür 10 yazıram. Düzdürmü? Biz bilirik ki, 20 vur 2. Məsələn, C-ni 2 götürək də. Və 10 vur 2. Hansı böyük oldu? Bəli, 20 vur 2, 10 vur 2-dən böyük oldu. Çünki 40 böyük olur 20-dən. İndi məsələn, kəsirə uyğun yazaq. 20 bölü 2 ilə 10 bölü 2-ni müqayisə edək. Yəni, bərabərsizliyin hər iki tərəfini 2-yə böldük. Yenə böyük oldu. 20-ni 2-yə böləndə 10 eləyir, 10-u 2-yə böləndə 5 eləyir. Bu belə. Və burada şərt nədir bizim üçün? Yəni, C sıfırdan böyükdür. Yəni, bərabərsizliyin hər iki tərəfini eyni müsbət ədədə vursaq. Mənfiyə vursaq isə əks olar. Bu, indiki izah etdiyimiz A kiçikdir B-yə də uyğundur. A kiçikdir B-dir, C də böyükdür 0-dır. Bizə deyir A vurulsun C kiçik olur B vur C-dən və A bölünsün C kiçik olur B böl C-dən. Məsələn, yazaq 6 kiçikdir 18 yazaq, düzdürmü? Hər ikisini eyni ədədə vuraq. Məsələn, 6-nı da vururam 2-yə, 18-i də vururam 2-yə. 6 vur 2, 12, 18 vur 2, 36. Aydındır ki, 12, 36-dan kiçikdir, bax. Hər iki tərəfə eyni ədədə vurduq, kiçik oldu. İndi hər iki tərəfə eyni ədədə bölək. 6-nı da bölürəm 2-yə, 18-i də bölürəm 2-yə. 6 bölü 2, 3, 18 bölü 2, 9. Yenə 3, 9-dan nədir? Kiçikdir. İndi keçək. Doğru bərabərsizliyin hər iki tərəfini eyni bir mənfi ədədə vursaq və ya bölsək və bərabərsizliyin işarəsini əks dəyişsək doğru bərabərsizlik alınır. Baxın, indi bura diqqət edin. Mən yazır birinci. A böyükdür B yazıram. Bizə deyir C mənfidir. Elə ki, bunun hər tərəfini C-yə vururam da. A-nı vururam C-yə AC olur. B-ni vururam C-yə BC olur. C mənfi olduğuna görə ortadakı bu işarə ki yoxdur, dəyişir. AC kiçik olur BC-dən. Buna bir misal yazaq. Məsələn, yazıram 3 böyükdür 2-dən yazıram, düzdürmü? Hər tərəf vuraq, məsəl üçün, mənfi 4-ə. 3-ü də vururam mənfi 4-ə. 2-ni də vururam mənfi 4-ə. 3 də həm mənfi 4, mənfi 12-dir. 2 də həm mənfi 4, mənfi 8. Mənfi 12, mənfi 8-dən böyük deyil, kiçikdir. Demək, hər iki tərəfə eyni mənfi ədədə vuranda bərabərsizliyin bu işarəsi də dəyişir. İndi deyir, məsələn, A böl C kiçikdir B böl C. Və kitabın özündə elə kəsir aid yazın. Orada nümunə 4-ə baxaq. Yox, nümunə 4 yox, nümunə 3, 4. Nümunə 4-də kəsir aid yazmayıb. Daha doğrusu, nümunə 4 çalışma 2-yə aid verib. Biz birinci bəndə aid baxaq, ikinci bəndə yox. Məsələn, yazıram A böyük B-yə aid və burada 8 böyükdür 4 yazıram. Düzdürmü? Hər tərəf bölürəm mənfi 2-yə. 8-i bölürəm mənfi 2-yə. Eləyir nə? Mənfi 4. 4-ü bölürəm mənfi 2, eləyir mənfi 2. Aydın məsələdir ki, mənfi 2, mənfi 4, mənfi 2-dən böyük deyil. Belə olmaz. Mənfi 4, mənfi 2-dən kiçikdir. Baxın yenə. Bu işarə dəyişdi. Bərabərsizliyin hər iki tərəfini mənfi ədədə vursaq və ya bölsək, bərabərsizliyin işarəsi də dəyişir. Bu yadınızda qalsın. Bir dənə burada çalışma yazım. Məsələn,
Yazıram məsəl üçün mənfi 3 kiçik yazıram böyük ilə həlləşimiz. Böyük yazıram məsələn mənfi 5-dən düzdürmü? Hər tərəf vururam məsəl üçün mənfi 4-ə. Mənfi 3 vururam mənfi 4 olur 12. 5-i vururam mənfi 5-i mənfi 4-ə vururam 20 və 12 kiçikdir 20 baxın. Ortadakı işarə yəni bərabərsizliyin işarəsi dəyişir. İndi ikinci xassiyyə baxaq. A kiçikdir B olduqda və C də mənfidir. Bizə deyir AC böyük olur BC-dən. A böl C böyük olur B böl C-dən. Yəni hər tərəfi vurur C-yə. C-də mənfi ədəddir. Mənfi ədəd olduğuna görə bu işarə dəyişir. Məsələn, kiçik işarəsi böyük olur. Yəni kiçik işarəsi çevrilir nə? Böyük işarəsinə. Növbətiyə baxaq. Daha doğrusu çalışmalara baxaq. Nömrə 12. Demək bizə A böyükdür B olduğu məlumdur. A bəndi. Hər iki tərəfin 4-ə vursaq nə olur? Həm A-nı vururam 4-ə, həm B-ni vururam 4-ə. Bəli, 4 0-dan böyükdür, düzdürmü? Deməli A vur 4, B vur 4-dən böyük olacaq. Məsələn B bəndi. Hər tərəfini mənfi 5-ə vursaq. Bax. A böyük B-dir, düzdür? Hər tərəf vururam mənfi 5-ə. A-nı vururam mənfi 5-ə, mənfi 5A, B-ni vururam mənfi 5-ə, mənfi 5B. Demişdik, hər tərəfi mənfi ədədə vursaq və ya bölsək, bərabərsizliyin işarəsi dəyişir. Olur, bax belə. İndi C bəndinə baxaq. C bəndində hər tərəfini 2-də 1-ə bölsək. Müsbət ədədə vursaq və ya bölsək, işarə dəyişmir. D bəndində yazaq, hər tərəfi mənfi 2-yə bölsək. Hər ikisini böləndə mənfi 2-yə, mənfiyə vursaq və ya bölsək, bu işarə nə olurdu? Dəyişir, olur, kiçikdir. Bu belə. Nömrə 13-ə baxaq. Bərabərsizliyin hər iki tərəfini eyni ədədə vurmaqla və ya bölməklə alınan bərabərsizlikləri yazın. Baxın, məsələn, birinci. 4x kiçik 4 yazır, düzdürmü? Hər tərəfi məsələn bölürəm 4-ə. Baxıram, burada 4 vuruq var x-in yanında. Buranı da bölürəm 4-ə, bunu da bölürəm 4-ə. 4 ilə 4 xısa getdi, bu 4 ilə də bu 4 getdi, qaldı 1. X kiçik oldu, 1-dən qaldı. Baxaq ikinciyə. 7y böyükdür 63-dən. Bölürəm hər tərəfi 7-yə. Bölü 7, bölü 7. 7-lər 7, 63-ü də 7-yə bölürəm 9. Qalır y böyükdür 9-dan. Üçüncü. 13a böyük mənfi 26. Böyük bərabər. Hər tərəfi bölürəm 13-ə. Burada böl 13, burada böl 13. 13-dən 26 getdi, 2 qaldı. 13-dən 13 getdi, qaldı. A böyük bərabər nə? 2. Bu mənfi ilə. Burada işarə dəyişmədi. Böyük bərabər işarəsi kiçik bərabər olmadı. Niyə? Çünki hər tərəfi müsbət ədədə bölmüşük, mənfi ədədə bölməmişik. Mənfiyə bölsək işarə dəyişməli idi. Dördüncüyə. İndi bu dördüncüyə baxın, deməli mənfi 15 kiçik bərabər 5b, düzdürmü? B-nin yanındakı ədəd 5-dir də. Hər tərəf bölürəm 5-ə. Böl 5, böl 5. 5 ilə 5 getdi, 15 ilə 5 getdi, 3 qalır. Mənfi 3 kiçik bərabər B. Və ya bunu B böyük bərabər mənfi 3 də yaza bilərik. 5-ci. 7 böyük bərabər H böl 14. Burada hər tərəf vuraq 14-ə, kəsirdən qutarsın bu. Vur 14 buraya yazıram və vur 14 buraya yazıram. 14 ilə 14 getdi. 7 dəfə 14, 98. Vəssalam. 98 H-dan böyük bərabərdirsə, deməli H da burada kiçik bərabər olur 98-dən. Burada hər tərəf bölək 12-yə, böl 12, böl 12.
12 ilə 12 7, 1. 144 ilə 12 7 qaldı 12. Qaldı 12 kiçik D-dən. Yəni D böyükdür nədən? 12-dən. 9-a baxaq. Mənfi 3 M böyük mənfi 33. Yəni burada hər tərəf bölürəm mənfi 3-ə. Baxın bura, bunu ayrıca yazım çünki işarə dəyişəcək, diqqət edin. Mənfi 3 M bölürəm mənfi 3-ə. Mənfi 33-ü bölürəm mənfi 3-ə. Böyük işarəsi, o böyük olur, kiçik işarəsi. Mənfi 3-dən mənfi 3 getdi, 33-dən də bu gedəndə qalır 11. Deməli, nə alınır buradan? M kiçik olur 11-dən. 10-cu. T böl 9 kiçikdir mənfi 12-dən. Məxrəc görürəm 9-dur burada. Hər tərəf vururam 9-a. Vur 9. Vur 9. 9-dan 9 gedir T kiçik. 12-ni də vururam. 9 olur 108. Demək T kiçik nədən? Mənfi 108-dən. 30 böyük 2-də 1 N. Hər tərəfi 2-yə vurub kəsirdən qutaraq. Bax, vur 2, vur 2. 2 ilə 2 7. 60 böyük olur N-dən. Deməli, N kiçikdir 60-dan. 12-ni yazaq. Mənfi 3-də 4 R kiçik bərabər mənfi 6. Burada diqqət edin, baxın bura. Hər tərəfi mənfi 4-də 3-ə vursaq alınır. Bunu bir təzdən yazın. Bax, indi birinci burada hər tərəfi vurarıq mənfi 3-ə, sonra bölərik 4-ə, o uzun onlar. Ondan sonra hər tərəfi vururam mənfi 4-də 3-ə. Baxın bura, bunu vururam mənfi 4-də 3-ə. Burada vururam mənfi 4-də 3-ə. 3-dən 3 getdi, 4-dən 4 qaldı müsbət R. Üzr, sən ortadakı işarəni dəyişməmiş. Ortadakı işarələ dəyişəcək, olacaq böyük bərabər. Hər tərəf mənfiyə vurdaq. R böyük bərabər. 4 ilə 6 gedir, xıçır 3, 2. Məxrəcdə 2, surətdə də 3 vur 3. 9, mənfi ilə mənfi ördü müsbət. Deməli, R böyük bərabər 4 tam. Onda 5-dən. Bizə deyir, aşağıdakı bərabərçiliklərdə A ədədinin işarəsini müəyyən edin. 3A böyük 2A verib. A bəndində. 3 2-dən böyükdür, düzdürmü? Hər ikisini A-ya vurub və ortadakı işarə qalıb yerində. Deməli, burada A müsbətdir. Baxın, bunu belə də yaza bilərəm. 3A böyükdür 2A. Olur 3A çıx 2A. 2-anı keçirim. Böyükdür 0-dan. 2-anın yerində qaldı 0. 3A-dan 2-anı çıxırım A. A böyük 0. Aynı biz əslində bu xəssəni keçdiyimiz xəssəyə uyğun bizdən bunu həllini istəyir. Ona görə bu formada yazıq. Bax, B bəndi. 4A kiçik 3A verir. Düzdürmü? Biz bilirik ki 4 3-dən kiçikdir, yox, böyükdür. Düzdür? Tez oradan deməyin, hə. Baxıram ki, hər tərəfi A-ya vurub, bu işarə dəyişib. Deməli, A mənfidir də. Yəni, böyük işarəsi kiçiyə çevrilir. Deməli, A mənfidir. Müsbət olsa işarə dəyişəməliydi. Məsələn, C bəndinə baxaq. Mənfi 2A kiçikdir 2A-dan. Baxın bura. Məsələn, A-nın yerinə yazıram, tutaq ki, mənfidir. Mənfi 2 vur mənfi 4. 2 vur mənfi 4. Nə olur orada? 8 mənfi 8. 8 böyük olmalıdır. Ortadakı işarə dəyişər. İndi burada dəyişir. Bir də diqqət edin. Belə başa salmasını deyirdim sizə. İndi diqqət edin. Mənfi 2 ədədi, bax bu. 2-dən kiçikdir, düzdür?
Hər tərəfi vurub A-ya və bu kiçik işarəsi yerində qalıb. Yerində qalıbsa, deməli A müsbətdir. A mənfi olsa, işarə dəyişib kiçik olmalıydı. D bəndi. A böyükdür mənfi A-dan. Aydın məsələdir ki, müsbət ədəd mənfi ədəddən böyük ola bilməz. Mənfi ədəd müsbət ədəddən böyük olacaq. Deməli, bu müsbətdir, bu isə mənfi. Deməli, A mənfidir. A mənfi olanda, mənfi ilə toqquşur, burada müsbət olur da. Səhifə 168 də bitdi. 15-ci çalışmaya baxaq. A bənd bərabərçilik şəklində yazın. Dəyişən hansı qiymətləri ala bilər? X ədədinin 4 misli 28-dən böyükdür. Deməli 4x böyük 28-dən. Əvvəl hər tərəf bölürəm 4-ə. Böl 4, böl 4. Müsbətə bölündə ortadakı işarə qalır yerində. 4-dən 4 getdi 1. 28-dən 4 getdi qaldı 7. X böyük oldu 7. Dəyişən hansı qiymətlər ala bilər? X böyük 7. 7-dən böyük qiymətlər. Vəssalam. B bəndinə baxaq. Y ədədinin mənfi 2 ilə hasili 14-dən böyük deyil. Böyük deyil deyilsə, deməli ya kiçikdir, ya da bərabərdir. İndi burada hər tərəf bölürəm mənfi 2-yə. Baxın bura. Deməli, mənfi 2y-i bölürəm mənfi 2-yə. 14-ü bölürəm mənfi 2-yə. Və bu işarə dəyişir hər tərəf mənfiyə böldüyümüzə görə. Olur böyük bərabər. Mənfi 2 ilə mənfi 2 getdi. 14 ilə də bu getdi qaldı 7. Deməli, y böyük bərabər mənfi 7. Burada mənfi var axı. Vəssalam, mənfi 7-dən, demək nə alınır? Y-in cavabını alınır burada, belədir. Mənfi 7-dən kiçik olmayan ədədlər. Yəni, ya 7-dən böyükdür, ya mənfi 7-dən böyükdür, ya da mənfi 7-yə bərabərdir. Bu deməkdir. Siz dediyimiz sözlə yazdı da, mən sözü buraya yazmıram. İndi baxaq 16-ya. 16. Əziz şəkildə bir 16-nı həll eləməyə özünüz bir cəhd edin. Sonra baxın bura. Yaxşı. Elmir əmək haqqı saatda 6 manat olmaqla hesablanır. Bir dəqiqə. Elmir 300 manat və daha çox pul qazanmaq üçün neçə saat işləməlidir? Deməli, neçə saat işləməlidir? X saat, düzdürmü? X-i vururam 6-ya. Saatda 6 manat daxil. Və 300-dən 300 manat və ya ondan çox. Demək, ya 300-ə bərabər, ya da 300-dən böyük. İndi hər tərəf bölürəm 6-ya. Bunu da bölürəm 6-ya, bunu da bölürəm 6-ya. X böyük bərabər 300 bölündə 6-ya neçə inir? 50. Deməli, Elmir 300 manat qazanmaq üçün və 300 manat daha çox 50 saat və ya 50 saatdan çox işləməlidir ki, bunu qazana bilsin. İndi baxaq 17-yə. Şirkətdə çalışan 9 nəfərdən çox işçi güzəştli mənzil almaq üçün qeydiyyata yazılmışdır. Bu, bütün işçilərin 9'da 1 hissəsidir. Şirkətdə çalışan işçilərin sayını bərabərçiliklə ifadə edin. Deməli, bütün işçilər X nəfərdir. X-in yumrusunu yerə qaytaraq. X-in 9'da 1-i düzdürmü? Həmin 9 nəfərdən çoxdur. Böyükdür 9 nəfərdən. Üzrü sayın demək, şirkətdəki X nəfərin həmin 9'da 1 hissəsi 9 nəfərdən çoxdur. İndi burada nə edək? Burada hər tərəf vuraq 9'a, bunu həll edək. Bu yazıram. 9 vur, 9 vur. 9, 19, 7 qaldı. X böyükdür nədən? 9 vur, 9. 81-dən. Şirkətdəkilərin sayı 81-dən çoxdur. Demək, A kiçik B olduğu məlumdur. 3 aynı 3B nə olacaq? Hər tərəfi 3'ə vursaq,
Aydın məsələdir ki, ortadakı işarə yerində qalacaq. Məsələn, B bəndinə baxıram. 0,1 A, 0,1 B. Hər tərəf müsbət ədədə vurub, müsbət 0,1-ə, düzdürmü? Deməli, yenə buradakı kimi kiçik olacaq. C bəndinə baxaq. A bölü 3, B bölü, hər tərəfi mənfi ədədə bölüb. Demək, ortadakı bu işarə olacaq nə? Böyükdür. Dördüncüyə baxaq. Mənfi 4A, mənfi 4B. Yenə hər tərəfi mənfi ədədə vurduğuna görə vursaq və ya bölsək bərabərçinin işarəsi nə olur? Dəyişir. 19-a baxaq. Gülnaz dəqiqədə 40 metr üzür. O qərarə alıb ki, bugün ən azı 1200 metr üzməlidir. Gülnaz ən az neçə dəqiqə üzməlidir? X dəqiqə üzməlidir. 40x böyük bərabər olacaq 1200. Yəni ən azı 1200. Yəni 1200 də ola bilər, 1200-dən çox da ola bilər. Hər tərəf bölsək 40-a. Bunu 40-a bölürəm, bunu bölürəm 40-a. 40'lar getdi. Burada da bunun amma gedinə qaldı 30. Deməli, ən azı 30 dəqiqə üzməlidir. Yə baxaq. Birinci, 6 böyükdür mənfi x bölü 7-dən. Baxın, hər tərəf vururam. X-in işarəsi mənfi olduğuna görə mənfi 7-yə vururam. 6 vur mənfi 7. Ortadakı işarə dəyişir, bərabərsi, yəni kiçikdir. Mənfi x bölü 7 vur mənfi 7. Mənfi 7 ilə 7 ixtisar qaldı müsbət x. Alt dəfə 7 mənfi 42. Demək, x böyükdür mənfi 42-dən. Məsələn, ikincisinə baxaq. R bölü mənfi 2 kiçikdir mənfi 2-dən. Hər tərəfi vururam mənfi 2-yə. R bölü mənfi 2-ni vururam mənfi 2-yə. Bu işarə dəyişir, olur böyük. Bunu da vururam mənfi 2-yə. Burada mənfi 2-lər getdi. Qaldı Z. Böyükdür neçədən? 4-dən. Üçüncü, mənfi y bölü 3 kiçikdir mənfi 7. Baxın, hər tərəf vururam mənfi 3-ə. Y müsbət olmalı. Bunu mənfi 3-ə vuranda 3-lər gedir, qalır y birbaşa yazaq. Bu işarə dəyişir. Mənfi 7-dən də mənfi 3-ə vururam, olur müsbət 21. K bölü mənfi 2 kiçik 9-dan. Yenə hər tərəf vururam mənfi 2-yə, məxrəcdə mənfi 2 var. Bunu mənfi 2-yə vururam, mənfi 2 ilə gedir. K bölü, burada mənfiymiş. Mənfi 2 ilə gedir, qalır 1K. Bu işarə dəyişir. 9 da mənfi 2-yə vuranda mənfi 18 olur. Beşinci. Mənfi 6 böyük mənfi 6A böyük mənfi 78. Əvvəl hər tərəf bölək nəyə? Mənfi 6-ya. Bax, mənfi 6A-nı bölürəm mənfi 6-ya. Bir dəqiqə dur. Bax, hər dəfə bu qədər bölməni nə yazırıq? Bax, bunu bölürəm mənfi 6-ya. Elə bir ki, 6 ilə 6 gedir, qalır A. Hər tərəf mənfiyə böldüyümüzə görə bu işarə dəyişir. 78 də bölürəm mənfi 6 edir. 13. Müsbət 13. Mənfi 25 də kiçik bərabər 400. Hər tərəf bölürəm mənfi 25-ə. Bunu mənfi 25-ə böldüyüm 1T 25-lər getdi. 400 mənfi 25-ə bölürəm eləyir. Mənfi 16. Bu işarə dəyişir, olur böyük bərabər. Belə. Məsələn, mənfi 16-dan böyük bərabər demək nə demək? Yəni mənfi 16-dan kiçik olmayan ədədlər.
Hansı qiymətlər ala bilər? Mənfi 16-dan kiçik olmayan qiymətlər ala bilər. Nə qalır? 7, 8-də yazaq, hə? Bir də 9. 7-ci y böl 4 böyük 2,4. Hər tərəf vururam 4-ə. Bu ifadəni 4-ə vuranda 4 gedəcək, ixtisar qalacaq y. İşarə yerində qalır, çünki 4 müsbətdir. 2,4-ü 4-ə vururam, eləyir neçə? 9,6. Demək 9,6-dan böyük ədədlər. 8-ci n böl 5 kiçik bərabər 0,8. Baxın, hər tərəf vururam neçəyə? 5-ə. Bunu 5'e vuranda 5 ilə 5 gedir, qalır n. İşarə yerində, çünki 5 müsbətdir. 0,8-də 5'e vururam 4. N kiçik bərabər 4'dən. 4'dən böyük olmayan qiymətlər deməkdir. 9-cu. -3 kiçik bərabər -c böl 4,5. Baxın, hər tərəf vururam -4,5'ə. Çünki c-nin məxrəci budur. Bu ifadəni -4,5'ə vuranda ixtisar gedir, bunlar qalır müsbətçi. Mənfiyə vurduğumuza görə hər tərəf bu işarədə dəyişir. -3'ü də vururam -4,5'ə. Müsbət 13,5. Yəni c kiçik bərabər 13,5'dir. Bu əgər bu birisindən böyüksə, c tərsinə yazanda kiçiyinə yazılır. Demək nə olur? Cavab nə olur? Mənfi, yox. 13,5'dən böyük olmayan ədədlər. Demək, bizə deyir a böyük b böyük 0 olarsa, bir böl a kiçikdir 1 böl b olar. Bunu ispat edək. Yazıram a böyükdür b-dən. Hər tərəf bölürəm a vurulsun b-yə. Bunu da bölürəm a b-yə. Bunu da bölürəm a b-yə. Və a ilə b müsbət ədəd verir. Bax, 0-dan böyük. 0-dan böyük olduğunu görə bu ortadakı işarə dəyişmir. A ilə a getdi, qaldı 1 böl b. B ilə b ixtisara getdi, qaldı 1 böl a. Ortada da böyük işarəsi. 1 böl b 1 böl a-dan böyükdürsə, demək buradan nə alınır? 1 böl a da kiçik olur 1 bölünsün b-dən. İndi bunun b bəndini ispat edək. B bəndi. Bizə deyir ki, a böyük b-dən, düzdür? B böyük d-dən, c böyük a-dan. 1 böl a, 1 böl b, 1 böl c, 1 böl d. Bu ədədləri artan sırada yazaq. Bayaq dedik ki, yuxarıda. Biz yuxarıda nə dedik? Bir dəqiqə dur, nə təzdən burada yazım. Əgər a böyüksə b-dən, 1 böl a kiçik olur 1 böl b-dən. İndi bax bura. 1 böl c. Bir dəqiqə. İşimizi rahatlaşdıraq hələ. Bax, c böyük a. A böyük b. B də böyük d verib. İndi bax, c a-dan böyüksə, buradakı kimi necə ki, a b-dən böyükdürsə, 1 böl a kiçik 1 böl b olmur. C a-dan böyükdürsə, 1 böl c kiçik olur 1 böl a-dan. O cür davam eləsək, 1 böl a kiçik 1 böl b olur. O cür davam eləsək, 1 böl b də kiçik olur 1 bölünsün d-dən. Məsələn, bu oldu nə? Artan sıra. Qutardı getdi. Balacadan böyüyə doğru düzdük. Və belə yaza bilərik. 1 böl c, 1 böl a, 1 böl b, 1 bölünsün nə? D. Artan sıra. Nömrə 22 dedik ki, məsələlərə uyğun bərabərçilik yazmaqla həll edin. Birinci,
Hicranın 28 santimetr uzunluğunda lenti var. O lentdən hər birinin uzunluğu 3 santimetr olan hissələri kəsməklə qalan lentin ən azı 15 olduğunu istəyir. 28 var. Məsələn 3 kəssə qalacaq məsələn 3. 2 dənə 3 kəssə 3 vur 2. 3 dənə 3 santimetri kəssə 3 vur 3 və s. və s. X dənə 3 kəssə deməli çıx 3x olacaq. Və lent ən azı 15. Cavab yəni 15-dən böyük və ya 15-ə bərabər ola bilər. Ən az 15 o deməkdir ki, 15 də ola bilər, 15-dən böyük də ola bilər. Vəssalam. İndi keçək bunun ikincisinə. O neçə belə hissə kəsə bilər? Üzrü sayın. Neçə belə hissə kəsə bilər? Biz bilirik ki, 25-dən əgər 10 çıxsaq, 15 edir, 15-dən böyük bilər. 3x də 10 ola bilmir də, ən çox 9 ola bilər. Düzdür? X bərabər 3 dənə. 3 dənə belə hissə kəsə bilər. İndi bunun ikincisinə baxaq. Ay, şagirdlər, yorğunluqdan 25 yazmışam. Həqiqətən yorğunluqdur, yəni. Gəlin bunu belə deyək, bunu yazım 28. %28-dən də ən çox 13 çıxanda düzdürmü? 15-ə bərabər olur, düzdür? O da 3-ə bölünməsi üçün 13 yox 12 götürəcəyik. O da elədi 4 dənə. Gəlin bunu başqa cürdə həll edeyim. Deməli 28 çıx 3x böyük bərabər 15. Hər tərəfdən çıxıram 28-i. Çıx 28, çıx 28. 28-lər getdi. Qaldı mənfi 3x böyük bərabər 15-dən 28 çıxanda neçə inir? Mənfi 13. İndi hər tərəfi bölürəm mənfi 3-ə. Mənfi 3x-i mənfi 3-ə bölürəm. Aşağını silim. 3-lə mənfi 3-dən 3 gedəcək də, qalacaq x. Hər tərəfi mənfiyə böldüyümüzə görə işarə dəyişəcək. Mənfi 13-ü də böləndə mənfi 3-ə olacaq 4/3-də 1. 13-də 13, 4/3-də 1. Ən çox necə ola bilər? Neçədən kəsə bilər? 4 dənə. X bərabər 4. 4 tam ədəd, natural ədəd. Əssalam, bax belə. İndi bunun ikincisinə baxaq. Onlayn internet mağazadan ən az 25 manatlıq alış-veriş etdikdə çatdırılma haqqı tutulmur. Bu bir kitabın qiyməti üzr sayın. Orxan 4 eyni kitab aldıqda çatdırılma haqqı tutulmadısa bu kitabın qiyməti ən az neçə manatdır? Deməli 4 dənə kitab alıb ən azı 25 manat. 25-dən böyük bərabərdir. Buradan k böyük bərabər olur. Nədən? Hər tərəfi 4-ə böləndə. Bunu 4-ə böləm eləyir k. Bunu da 4-ə böləndə 25 böl 4 k böyük bərabər 6/4-də 1 manat. Deməli, nömrə 23-ə baxaq. Araşdırmaya baxın. M üstəgəl n bərabər 10. M vur n bərabərdir 9 olan. Yox, m vurulsun. 2 ədədin cəmi 10-dur. Hasili ən böyük olanı bizdən istəyir. Baxın bura. 1 üstəgəl 9. 9. 1 vur 9 nə edir? 9. 2 üstəgəl 8. 1 üstəgəl 9 10-dur. Yenə həqiqi yorulmuşam. 2 üstəgəl 8 10-dur. Düzdürmü? 2 vur 8 neçə edir? 16.
3 üstəgəl 7-ni yazıb 4 üstəgəl 5 və 5 üstəgəl 5 bərabər 10'dur. 5 vur 5 25. Deməli ən böyük cəmi ona bərabər olan ədədlərdən hasilləri ən böyük olan 25'dir. Yəni 5 vur 5. Ən kiçiyi 9'dur. Şimdi araşdırmaya əsasən A bəndidə cəmi 16'ya m üstəgəl m bərabər 16 olan 2 naturl ədədinin hasilinin ən böyük qiymətini istəyir. Baxın, bu cəm 10'dursa, hasil ən böyük olması üçün onun yarısını götürürük. 5, 5. Burada da 8 götürürəm. M vur n. 8 vur 8 bərabər 64. Bu belə. Sonra perimetri 40 cm olan düzbucaqlar arasında sahəsi ən böyük olan düzbucaqlı kvadrat olmalıdır. Əziz şagird, yadınızda qalsın. Perimetri 40'dırsa düzbucaqlıdır. Axı düzbucağının sahə düsturu, perimetri düsturu 2 vur A üstəgəl B'dir. Bərabər 40 verir. 40'ı bölürəm 2'yə, A üstəgəl B bərabər 20. Deməli, eləsin 8 kvadrat olsun. Sahəsi ən böyük olan düzbucaqlı. A bərabər 10, B bərabər 10. 10 vur 10 edir 100 də santimetr kvadrat. Demək kvadratın tərəfi neçə olsun? 10 olsun. Düzbucağının özü də kvadratdır. Daha doğrusu düzbucağının tərəfləri 10 olsun. Tərəfi 10 olan kvadrat olsun. Baxaq indi yenə 24'də araşdırmaya. Mənfi olmayan iki ədəd ortası onların həndəsi ortasından kiçik deyil, yəni böyükdür və ya bərabərdir. Yəni A üstəgəl B bölü 2 böyük bərabər 2A. Böyük bərabər AB. Kökdə AB daha doğrusu. Baxın. Bunu nə edək? Sübut edək də, göstərək bunu. Göstərək ki, bu bərabərsizlik doğrudur. Bir ədəd digərindən böyük olduğunu necədir? Əvvəl hər tərəfə burada 2'yə vuraq. Məsələn, orada biraz fərqli bilir, biz fərqli yazaq. Bunu kəsirdən qutaraq. Yazarım, vur 2. 2 ilə 2, 7. Vur 2. Deməli, A üstəgəl B böyük bərabər 2 kök atdı A B'dən. Bir ədəd digərindən böyük olduğunu bilmək üçün, məsələn, birindən digərini çıxıram. Cavab müsbət alınca 0'dan böyük. Deməli, birinci ədəd ikincidən böyükdür. İndi bu ifadələrin fərqinə baxaq. Bu ifadədən bunu çıxaq. Bunu keçirirəm digər tərəfə. A üstəgəl. Çıx 2 kök atdı A B'dən. Yəni daha doğrusu birindən və bundan. Bunu çıxaq. Bərabər. İndi A ədədi burada və A ədədi. Bu kökdə A'nın kvadratıdır, düzdürmü? Bu birisi bu kökdə B'nin kvadratıdır. Çıx 2 kökdə A B. Bu da bizə düstur verir. Olur kökdə A çıx kökdə B'nin kvadratı düsturunu verir. Kökdə A çıx kökdə B'nin kvadratı da 0'dan ya böyükdür ya da bərabərdir. Üstündə kvadrat var axı. Və A da B-də müsbət ədədlərdir. 0'a bərabər o vaxt olar ki, A bərabər B olsa, kökdə A çıx kökdə B özü də kvadratı da 0'a bərabər olacaq. Amma fərqli olanda, A B-dən böyük olanda və ya hər ikisi müsbət olanda daha doğrusu, bu fərq 0'dan böyük bərabər olacaq. Demək, yəni biz tapdıq ki, burada kökdə A çıx kökdə B-nin kvadratı böyük bərabər 0'dan. 0'dan böyük bərabərdirsə, deməli A üstəgəl B böyük bərabər 2 kökdə A B'dir. A üstəgəl B bölü 2 böyük bərabər kökdə A B'dir. Əsas baxın, bax.
Bunu yadınızda saxlayın bax bunu. Bir daha deyirəm. Bu ədəddən biz, mən bunu dəyişdim rəngini. Rahatçılıq olsun. Bax bu ifadədən çıxdım. Cavab sıfırdan böyük bərabər alındıq. Deməli o deməkdir ki, bu ifadədən böyük bərabərdir. Qurtardı, getdi. Bir ədədin digərindən böyük olduğunu bilmək üçün çıxırıq. Cavab müsbət alınsa birincidən ikincidən böyük bərabər. Böyükdür. Mənfi alınsa birincidən ikincidən kiçikdir. Bunu tapdıq. İndi araşdırmaya əsasən nömrə 24-də A bəndini həll edək. Sahəsi 36 kvadrat santimetr olan düzbucaqlılardan perimetr ən kiçik olanı tapaq. Düzbucaqlının sahəsi, çəkilən düzbucaqlının uzunluğu eni B, sahəsi 36. Biz bilirik ki, A vurulsun B nədir? 36. İndi araşdırmada diqqət edin. Burada. Biz bayaq nə dedik? A üstə gəl B-nin burada ən kiçik qiyməti. Baxın. A üstə gəl B dedik ki, böyük bərabər 2 kökdə AB-dir, düzdürmü? Və ya A üstə gəl B bölü 2 böyük bərabər kökdə AB-dir. Bu ifadələrin ən kiçik qiymətinə bax, olur. A bərabər B olanda, A bərabər B olanda. İndi buranı silirəm. Bu ifadə bax, bura olur bərabər. Yəni, nə vaxt, böyük bərabər yazmışıqdır, nə vaxt bərabər olur? A B-yə bərabər olanda. A B-yə bərabər olanda, həm bu yumruladığım bu ifadələr ki, yoxdur bunlar. Ən az qiymətini alır. Yəni, indi perimetrdə bunun A üstə gəl B-də də bu ifadə ən kiçik qiymət alması üçün A ilə B bir-birinə bərabər olmalıdır. Yəni, B-nin yerinə A yazıram. A vur A bərabər 36. A bərabər 6. Müsbət olduğunu müsbət götürürük. Demək, buradan B də bərabər 6-ya. Olur, 2 vurulsun, bax, 6 üstə gəl 6. 12. Perimetrin ən kiçik qiyməti oldu 24. Ümid edirəm, başa düşürsünüz. B bəndinə baxın. Bunu qısa yazacağım. X vurulsun Y bərabər 16-dır. X üstə gəl Y cəminin ən kiçik qiyməti. X ilə Y burada bir-birinə bərabər olanda da ancaq. O da 4 vur 4 axı 16 eləyir. Deməli, X üstə gəl Y bərabər 4 üstə gəl 4, o da bərabər 8 eləyir. C bəndi. C böyük 0. Olduqda bu cəmin yenə ən kiçik qiyməti. Deməli, biz dedik ki, A üstə gəl B böyük bərabərdir nədən? 2 kökətdə A vur B-dən. Deməli, C üstə gəl 1 böl C böyük bərabər olur. 2 kökətdə C vurulsun 1 bölsün C-dən. C-lər getdi. 2 vur 1 qaldı. C üstə gəl 1 C böl C bərabər. 2-ni vururam nəyə? Bir kökdə 1-in də cavabı 1 inir də. Böyük bərabər 2 vur 1, yəni 2. Deməli, ən kiçik qiyməti bunun neçə oldu? 2-yə. Qalan qiymətləri 2-dən böyükdür. 25. Demək, 3 metrin 4 metr olan mətbəxdir. Eni 3 metr, uzunluğu 4 metr. Sahəsi nə olur bunun? 3 vur 4. 12 kvadrat metr. Demək, hər birinin sahəsi 0,4 kvadrat metr olan metlaqlarla döşəməyə planlaşdırılır. Deməli, bu mətbəxdir. Bu mətbəxi metlaqlarla, yəni bura metlaqlar düzülür.
Hə. İndi neçədən mətlaq düzələcək? İndi şəkildə 9 dənə görməyə baxmayın. Neçədən düzələcək bilmirik, x dənə, düzdür? X dənə mətlaq, hərəsinin sahəsi 10-da 3. 10-da 3 bərabər olacaq nəyə? 12 kvadrat metr. Əslində ya bərabər olmalıdır, ya da böyük olmalıdır. İndi buradan x-i tapaq. 12-ni bölürəm nəyə? Elə ki, belə deyək də. Biraz işimizi gəlini rahatlaşdıraq. Baxın. Bunu 0,4 yazım, rahat olsun. Hər tərəf bölürəm 0,4-ə. Bunu da bölürəm 0. Bunu 0,4-ə böləndə bu ifadəni eləyir x böyük bərabər. 12-ni də böləndə 0,4-ə 12 böl 0,4. Qıraqda 12-ni bölək 0,4-ə. Sürət məxrəci 10-a vururam, olur 120 böl 3. O da bərabər 40 dənə. Demək bizə ən azı 40 dənə mətlaq lazımdır. Deməli, cavab 40. Ən azı 40. Demək, Elmar elektron cihazların satıldığı mağazada satış meneceri işləyir. O satdığı hər kompüterə görə 30 manat mükafat və sabit olaraq 500 manat əmək haqqı alır. Deməli, 500 manat bunun pulu hazır verilir buna, düzdürmü? Hər satdığı kompüterə görə 30 manat buna elə bir ki, bonus verirlər. Əlavə olaraq mükafat verirlər. Elmar bu ay maaşın ən azı 800 manat olacağına əmindir. Deməli, üstə gəl, neçə dənə kompüter satsa, x dənə kompüter satsa 30x manat, 30 vurursun x manat pul olacaq bunun üçün. 30x manat pul. Və ən azı 800, böyük bərabər olmalıdır 800-dən. Ya 800-ə bərabər, ya da 800-dən böyük. Yəni, ən az 800 manat da ola bilər, 800-dən çox da ola bilər. İndi hər tərəfdən 500 çıxsaq, çıxıram 500, çıxıram 500. 500'lər getdi, qaldı 30x böyük bərabər 800-dən 500 çıxdım 300. Hər tərəfi 30-a bölsəm, bunu 30-a bölsəm eləyir x. Bunu da 30-a bölsəm, 300-də 30-a bölsəm eləyir 10. X böyük bərabər 10-dan. Ən azı 10 dənə lazımdır. Siz də elə məsələ qurun ki, 4'te 3 x böyük 9 olsun. 4'te 3 x böyük olsun 9'da. Bax elə birinci çalışmaya uyğun məsələ qurmaq olar. Məsələn, Eşəngil ölçüləri 3 metr, 3 metr olan, məsələn, mətbəxi, hər birinin sahəsi, mən söz deyirəm, siz yazında. Deməli, ölçüləri 3 vurur, 3 metr vurur, 3 metr olan mətbəx, hər birinin sahəsi 4'te 3 kvadrat metr olan mətbəxlara döşəməyi planlaşdırırlar. Onlar ən azı neçə mətlaq almalıdırlar və salam. Demək, A bəndi. Deməli, bu ifadəni verib, belə olduqda A0-ondakı 0-4 arasında olduqda tərəfi A olan kvadratın perimetrini qiymətləndirin. Kvadratın perimetri bilirik ki 4 adı, düzdürmü? Deməli, hər tərəf vururuq 4-ə. Bunu vururam 4'ə, olur nə? 1,2. Bunu vurdum 4'ə, oldu 4A. Bunu da vururam 4'ə, oldu 0,8. Yəni perimetri 0,8-dən böyük, 1,2-dən kiçik olur. Bax bunu B variantı. Kvadratın perimetri P. Bizə verib ki 12,8 ilə 12,4'ün arasında yerləşir, düzdür? Kvadratın tərəfinin uzunluğu qiymətləndirir. Biz bilirik ki perimetr 4 adda, düzdürmü? Hər tərəfi 4'ə bölürəm. Bunu bölürəm 4'ə. Bunu bölürəm 4'ə. Eləyir 3,1. Burada A, burada da 3,2.
Vəssalam. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Özünüzə yaxşı baxın. Sağ olun. Allah amanın.